Tural Sadıqlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə çağırılıb. AR xəbəri APAZ-ın verdiyi rəsmi məlumatlara istinadən xəbər verir ki, ona Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən bildiriş göndərilib. O, 15 aprel 2025-ci il saat 14:00-da şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Baş Prokurorluğun İstintaq İdarəsinə gəlməlidir. Tural Sadıqlıya hansı ittihamlar irəli sürülüb? Onun bir neçə cinayət maddəsi ilə ittiham olunduğu bildirilir. İddialara görə 2016-cı ildə Almaniyada yaşayan bir vətəndaşı aldadaraq ondan pul alıb. Eyni zamanda bəzi internet resurslarında hakimiyyətin zorla ələ keçirilməsinə və kütləvi ixtişaşlara çağırışlar etdiyi qeyd olunur. Rəsmi məlumatlara əsasən o, müxtəlif qanunsuz fəaliyyətlərdə iştirak etməkdə günahlandırılır. İstintaq prosesi və axtarış 2019-cu ildən bəri Tural Sadıqlı barəsində cinayət işi aparılır. Onun istintaqdan yayınması səbəbilə barəsində beynəlxalq axtarış elan edilib. Bakı şəhəri Nəsimi rayonu məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 2024-cü ildə isə 2 cinayət işi birləşdirilərək ona yeni ittihamlar elan olunub. Əgər Tural Sadıqlı prokurorluğun çağırışına əməl etməzsə, qanunvericiliyə uyğun olaraq qiyabi məhkəmə prosesi keçirilə və yekun qərar verilə bilər. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.